Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli İsaməddin. Bugün sizə həftə sonu MİQ və sertifikasiya ibtidai üzrə hazırlaşan müəllim və müdavimlər üçün təşkil etdiyimiz ödənişsiz sınağın, ümumi sınağın izahını verəcəyik. Sınağı ümumi şəkildə işləmək istəyirsinizsə, ekranda gördüyünüz 055 527 2599 WhatsApp nömrəsinə yaza bilərsiniz. Getdik. Birinci sualımız mərtəbə sinfindən bağlıdır. Belə bir ədəd verib bizə. Ədədimizi yazaq. 3, 7, 9, 5, 6, 8, 3, 1. Yəni deməli, 37 milyon 956 min 831 ədədində minliklərin sayı ilə minliyin sayını tapmaq üçün mində neçə sıfır varsa sağdan o qədər ədədi silirik. Yəni minliklərin sayı bu qədərdir. Burada da bunları silərək minlik sayını belə görə bilərsiniz. Əla. Minliklərin sayı ilə 5 rəqəminin mərtəbə vahidini topladılar. İndi minliklərin sayını tapdım. Bəs 5 rəqəminin mərtəbə vahidi nə qədərdir? 5-i olduğu kimi yazıram. 5-in yerinə 1 yazıram, mərtəbə vahidi soruşur. Qalanların 0 edirəm. Yəni 5-in mərtəbə vahidi 10.000-dir. Minliklərin sayı da bu idi. 37.956 idi. Yazaq bunu 37.956. Bunları deyir topla. Topladım. Elədi 47.956. Sonra alınan ədədin təkliklər sinfinin rəqəmləri cəmi. Alınan ədəd budur. Təkliklər sinfi də 956-dır. Rəqəm cəmi 9-un üstə 5, 14, üstə 6, 20. Rəqəm cəmi ilə ən böyük rəqəmin, ən böyük rəqəm də bilirsiniz 9-dur. Yəni rəqəmlər 0-dan 9-a qədər olan hissədir. Ən böyük rəqəmimiz 9-dur. Həmin bu 20 ilə 9-un hasili. Hasil nədir? Vurmaqdır. Vurmağını soruşur. Vurdum. B variantı bizim doğru cavabımızdır. Növbəti sualımız, bu sual tipi imtahanda rast gələn sual tiplərindəndir və son illərin, yəni imtahanda son illər daha çox qarşımıza çıxarılan cədvəl sual tiplərindəndir. Bunu məsələn Azərbaycan dilində də, kurikulumda da, riyaziyyatda da bu sualları imtahanda görə bilərsiniz. Təbii ki, hər mövzunun, hər fənnin özünə uyğun suallar. Verilmiş cədvəldə uyğunsuzluğu tapın. Uyğunsuzluq nədir ay müəllim? Uyğunsuzluq odur ki, doğrunun altında səhvləri axtaracaqsan. Uyğun olmayanlar da adı üstündə uyğunsuzluq. Yəni doğru sözünün altında hansılar səhvdirsə onları seçəcəksən. Uyğun olmayanlar. Yanlış sözünün altında da hansılar düzdür onları seçəcəksən. Uyğunluq desəydi, doğrunun altında doğrunu götürərdim. Yanlışın altında yanlış. Adı üstündə uyğun. Amma uyğunsuz deyirsə, doğru yazıbsa səhvləri götür. Yanlış yazıbsa düzləri götür. İndi gəldik. 2 saat 12 dəqiqə bərabər 72 dəqiqə yazıb. Bu səhvdir. Çünki 2 saat elə 120 dəqiqədir. Yanında elə bir 12-si də varsa 72 dəqiqəni keçir. Mən doğrunun altında səhv axtardığıma görə 1. Cavablarımda 1 olmalıdır. 1 olmayanları silirəm. Düzdür də birbaşa cavabımız çıxır. Bəzən cədvəlin özü çətin olanda cavabları rahat olur. Amma mən yenə də izah vermək üçün hamısını izah edəcəm sizə. Yəni görürsən, birin belə bilsən bu sualı yaza bilirsən. 12 gün 100 saat kiçikdir 2 həftə. 12 gün 100 saat. 100 saatı 24 saata bölsəz, ən azı 3 gün nə qədərsə eləyir. 3 gün, 4 gün də eləyir hətta. Baxın 100-ü böləndə 24 saata. 4 gün. Yəni 100-ün içərisində 4 gün var. 4 gün var 100-ün içərisində. Burada da 12 gün var. Yəni bura 16 gündür. 16 gün 2 həftədən nədir? Kiçikdirmi? Bu səhvdir. Yəni doğru deyil də. Bura 14 gündür, bura 16 gün. Kiçik deyil axı. Yəni bunu səhv veriblər və doğrunun altında mən səhvi axtardığıma görə bunu da götürəcəm. Yəni 1-2 mənim cavablarımda olmalıdır. Sonra 5'te 1 saat 20 dəqiqə, bu da səhvdir. 1 saat 60 dəqiqədir. 60'ın 5'te 1'i bərabər 12 dəqiqə olmalıydı. Amma bu 20 dəqiqə yazıb, bu da səhvdir. Mən də doğrunun altında səhvləri götürdüyümə görə deməli nə oldu? Bu hissə 5'te 1 saat 20 dəqiqə və ya 1, 2, 3 bu üçü də səhvdir və axtardığım cavab budur. Bəs sağ tərəfdə müəllim, baxın 360 saniyə 5 dəqiqə səhvdir, 6 dəqiqə olmalıdır. Amma yanlışın altına elə yanlışı verib də. Yəni burada uyğundur da bu. Yanlışın altına yanlış bir şey verib. 1 il 4 ay 612 gündürmü? Xeyir deyil. Yanlışın altında yanlış bir cümlə verib, uyğundur. 3.5 saat 230 dəqiqədirmi? Xeyir. 3.5'i vursan 60'a 210 dəqiqə eləyir. Yəni səhvin altında elə səhv ədədlər yazıb, səhv versiyalar yazıb deyə mən buradan heç nəyi seçə bilmirəm. Mənə uyğun olmayanlar lazımdır. Yəni düzün altında səhvlər. Səhvin altında düzlər. Səhvin altında düzlər yoxdur elə, hamısı da səhvdir. Ona görə mən sadəcə burada cavabı B variantı götürdüm. Cavab oldu B. 23. Bu sualda uzatmayaq, qaydasını da dəfələrlə öyrənmişik.
Şərtdə verilən bütün ifadələri ürəyim istəyən eyni bir ədədə bərabərləşdirirəm. Bu ədədi biz dərslərimizdə 30 edirik və əgər hansısa bir mövzunu bilmirsinizsə, çalışın onun dərs izahına baxın, sonra sınağa baxın. Müdavim girir sınağın içərisində dərs öyrənmək istəyir. Bu mümkün deyil. A üstəgəl 4 30-dur. A bərabərdir. 30-dan 4 çıxacam. 26. B bərabərdir. 30-un üstə 8, 38. C bərabərdir. 30-dan 12, 18. D də bərabərdir. 30-un üstə 20, 50. Baxın, bütün ifadələri ürəyim istəyən eyni bir ədədə bərabərləşdirdim. Bu ədədi biz dərsimizdə 30 götürürük. Siz də hər zaman 30 yazıb cavabı düz ala bilərsiniz. Sonra ABCD-ni tapıram və müqayisə edirəm. Görürəm ki, D ən böyüyüdür. Çünki 50-dir. Yazıram D böyüdür. Sonra B gəlir 38. Sonra A gəlir 26. Sonra da C gəlir 18. Cavab oldu A variantı. D, B, A, C. Müqayisə etdik, cavab oldu A. 24. X-in ala biləcəyi ən kiçik natural ədədi tapın. Bərabərsizliklər mövzusuna aiddir və imtahanda da hər il bərabərsizlik mövzusuna aid bir sual qarşımıza çıxır. Qayda necədir? X-in yanındakı ifadələri tərsinə təkrarlayırıq. Çıx 2-nin tərsinədir, üstəgəl 2. Üstəgəl 2, üstəgəl 2, üstəgəl 2. 33-ün üstə 2 gəlirəm, 35 kiçikdir bərabər 9x, bunlar getdi. Kiçikdir, 52-nin üstə 2 gəlirəm, 54. Oldu mu? Oldu. Vur 9-un tərsinədir, böl 9-dur. Böl 9, böl 9 və böl 9. 35-i 9-a böləcəm. 35-i 9-a böləndə 4 və 4 dəfə düşmür. 3 və qalıq qalır. Çünki 4 dəfə 9, 36 eləyir, çatmır. 3 və qalıq. Yoxlaya da bilərsiniz. 35, 9-a 3 və qalıqla bölünür. Kiçikdir bərabərdir. X, 9-u 9-a böldüm, yoxa çıxdı. Kiçikdir 54-ü 9-a böləndə neçədir? 6 etmiş olur. Oldu mu? Oldu. İndi deyir ki, X-in ala biləcəyi ən kiçik natural ədədi tapın. X-in ala biləcəyi ən kiçik natural ədəd. Baxın, 3, 4, 5, 6 və s. gedir də düzdür. 3 qalıq hardadır? 3 ilə 4 arasındadır. 3 ilə 4 arasından gedib 6-ya çatmamış qayıdacam. Çünki 6-nı götürmək olmaz axı. İndi 3 qalıq 3 ilə 4 arasındadırsa və mən 3-ü özünü götürə bilmirəm. Çünki bu fiqurun içərisinə 3 daxil deyil. Yəni ən kiçik qiymət burada 4 olur. Yoxlaya da bilərsiniz, yerinə qoyun. 9-u məsələn 3-ə vursaz 27 eləyir. 27-dən 2 çıxanda neçədir? 25 eləyir. Axı 25 33-dən böyük ola bilməz. Yəni 3 düşünənlər olmur. 4 olarmı? Əlbəttə olar. 9-u 4-ə vurarsan 36, 2 çıxarsan 34. Həqiqətən 34 33-dən böyükdür. Yəni yerinə qoyub da isbat elədim ki, D variantı bizim doğru cavabımızdır. 25. 25-ci sualımızı tənliyi həll edirik. 140 bölünsün. Mötərizələr açdıq. 3x üstəgəl 5 bağla vur 2 bağla üstəgəl 2 bərabərdir 4. Bu sual tiplərindən FES-in riyaziyyat kitabından əldə edib işləyə bilərsiniz. Bütün kitabxanalarda var. Həmçinin qayda kitabını soruşursunuz ki, müəllim qaydaları necə eləyim, hardan öyrənim? Qaydaları istəsəz videolarda bir-bir oturun, köçürün. Ya da ki, qayda kitabını əldə eləyin. Kitabdan nümunə səhifələr üstündə menecerimizə yaza bilərsiniz. 140-ı müəllim. Burada baxın, bölmə də var, toplama da var. Birinci hansı məhv eləyirik? Zəifi, yəni toplamanı. Nəyin üstünə 2 gəlsələr 4 eləyər? 4-dən 2-ni çıxıram. 4-dən 2 çıxanda edəcək 2. 140-ı nəyə bölsəm 2 eləyər? 140-ı 70-ə bölsəm 2 eləyər. Ona görə yazıram mötərizələr. 3x üstəgəl 5 bağla vur 2 bərabərdir 70. Bir mötərizə sağdan, bir mötərizə soldan. Nəyi 2-yə vursam 70 eləyər? 70-i 2-yə bölürəm. 3x üstəgəl 5 bərabərdir 70-i 2-yə böləndə 35. 3x bərabər nəyin üstə 5 gəlsəm 35 eləyər? 35-dən 5 çıxıram 30. X də bərabər 30-u 3-ə bölürəm 10. X-in qiyməti oldu 10. Tənliyin kökünün 3 mislini tapın. Yəni onun 3 misli 30-a bərabərdir. Cavab oldu C variantı 30-a bərabər. 26. Durğun sudakı sürəti 15 olan kater axın ilə 4 saat, axına qarşı 3 saat hərəkət etdi. Bu imtahan sual tiplərindən də 2024-cü ildə düşmüş. Durğun sudakı sürət, yəni katerin öz sürətidir. Neçədir? 15. Axın ilə 4 saat gedib. Yazıram axın ilə T-miz 4 saat. Axına qarşı T-miz 3 saat. Çayın axma sürəti 5-dir.
İndi katerin çayda cəmi getdiyi yolu. Gəlin katerin cəmi getdiyi yolu tapaq görək. Axın ilə 15 ilə 5-i toplayacağam. Sürətlər toplanılır. Vuracağım zamana bərabərdir. 20-ni 4-ə vuranda 80. Axına qarşı 15-dən 5-i çıxacam 10. Vuracam 3-ə. Eləyəcək 30. Biri oldu 80. Biri oldu 30. Düzdürmü? Bunları toplayıram. 80 üstə gəl 30 bərabərdir 110. Oldu mu? Oldu. Deməli, katerin çayda cəmi getdiyi yol, yəni 110 kilometr, göldə 5.5 saata gedə bilməsi üçün. Bax, bu bunun katerin S-idir. 110 kilometr. 110 kilometr. 110 kilometr yolu 5.5 saata gedə bilmək üçün mən bunun sürətini tapmalıyam. 110 kilometr bizim S-imizdir. 5.5 də zamandır. Bilirsiniz də, gedilən yolu zamana bölərək siz sürəti ala bilərsiniz. İndi deyir ki, sürətin nə qədər artırmalıdır? Baxın, cavabı 20 götürənlər. Bunun əvvəlki sürəti 15 idi. İndi oldu 20. Nə qədər artırmalıdır? 5 vahid. Yəni artımı soruşur səndən. Cavab oldu B, 5-ə bərabər. 27. A məntəqəsindən sürəti 60 olan qırmızı maşın yola düşdü. A məntəqəsindən sürəti 60 olan qırmızı maşın yola düşdü. 3 saat sonra kimsə bunun ardınca yola çıxır. 3 saat ərzində bu nə qədər yol gedir? 180 kilometr yol gedir. Və gəlil olur məsələn bu nöqtədə. Sürəti 60-dır. Və bunun ardınca sürəti 90 olan digər maşın yola çıxır. Göy maşın yola çıxır. Deyir ki, göy maşın qırmızı maşına çatdıqda onlar A məntəqəsindən nə qədər məsafədə olacaqlar? Göy maşının qırmızı maşına çatmağı üçün nə qədər zaman lazımdır? 90 çıx 60 bərabərdir 30. Sürət fərqi 30-dur. 180 bölünsün 30 bərabərdir 6 saat. Yəni arxadakı maşının öndəki maşına çatmağı üçün 6 saat vaxt lazımdır. 6 saat. 6 saat ərzində sürəti 90 olan maşın nə qədər yol gedər? A məntəqəsindən nə qədər uzaqlaşar? 90-ı vururam 6-ya. Bərabərdir 540 kilometr. Yəni doğru cavabımız olur C variantı 540-a bərabər. 28. Qazıntı zamanı hər 1500 kiloqram torpaq təmizlənərək oradan 2 qram qızıl əldə edilir. 12 ton torpaqdan əldə olunan qızılın miqdarı 30 ton torpaqdan əldə olunan qızılın miqdarından nə qədər azdır? Baxın, hər 1500 kiloqramdan 2 qram qızıl yığılır. Mən bunu belə də yaza bilərəm. 1500 kiloqramdan əgər 2 qram qızıl yığılırsa, bəs görəsən 12 tonla nə qədər yığılır? Bir bunu hesablayaram. Bir də 1500 kiloqramdan 2 qram yığılırsa, bəs 30 tonla nə qədər yığılır? 2 dənə tənasüb qurdum və bu tənasübü taparaq hər birinin nə qədər qızıl yığdığını təyin edəcəm. Təbii ki, tonu kiloqrama çevirmək məsləhətdir. Çünki yuxarıda kiloqram varsa, aşağıda da kiloqram olsun. 12 tonu kiloqrama çevirdim. 30 tonu kiloqrama çevirdim. 1 kilo 1000, 1 ton 1000 kiloqramdır. Ona görə 1000'e vurdum. Çarpaz vuracağım bir-birinə. 1500x bərabər 12000 vurulsun 2. X də bərabərdir 12000 vur 2, alınan cavab böləcəm 1500-ə. Eləyəcək 16. X-in qiyməti oldu 16. Yəni birinci üçün 16 qram qızıl təyin olunub. İkinci üçün isə yenə 1500-ü vuracam X-a, 30.000 də vuracam 2-yə. X də bərabərdir 30.000 vurulsun 2, bölünsün 1500. Nə qədər oldu? 40 qramda qızıl burada. Birində 40 qram, birində 16 qram. Fərqi nə qədərdir? 24. Yəni 40-dan 24-ü neyniyəcəyik? Çıxacaq. Olacaq, 16-nı çıxacaq. Olacaq 24-ə bərabər. C variantı bizim doğru cavabımızdır. 30. Günların dərsi saat 11:35-də başlayır. Gülnargilin evindən məktəbə qədər yola sərf olunan zaman 1 saat 7 dəqiqədir. Gülnar dərs başlamadan 2 saat 12 dəqiqə əvvəl məktəbə çatmaq üçün saat neçədə evdən çıxmalıdır? 2025-in imtahan sualıdır. Ədədlər dəyişib sadəcə və sözlərində dəyişiklik eləmişik. Yəni bunu yaza bilirsənsə 2025-ci ildəki olan sualı da bilirsən deməkdir, belə anla. Günların dərsi 11:35-də başlayır, düzdürmü? Və evindən məktəbə qədər olan yola sərf olunan zaman 1 saat 7 dəqiqədir. Mən də deyirəm ki, 1 saat 7 dəqiqə bunun yolda itirəcəyi vaxtı, 2 saat 12 dəqiqədə məktəbə tez çatmalıdır. Yəni 11:35-dən əvvəlcə
2 saat 12 dəqiqəni çıxıram görüm. Bu deyir axı mən 2 saat 12 dəqiqə tez çatmalıyım dərs başlamadan. Görək 11:35-dən 2 saat 12 dəqiqə əvvəl saat neçədir? Yəni bu saat neçədə məktəbə çatmaq istəyir? 5-dən 2 çıxıram 3, 3-dən 1 çıxıram 2, bu da 9:23. Yəni Gülnar saat 9:23-də məktəbə çatmaq istəyir. Dərs başlamadan 2 saat 12 dəqiqə əvvəl. Amma bunun 1 saat da 7 dəqiqə yolu var. Ona görə mən buradan da 1 saat 7 dəqiqəni çıxıram ki, görüm evdən saat neçədə çıxmalıdır. 23-dən, 13-dən 7 çıxanda 6, burada 1, burada qaldı 8-16. Deməli Gülnar 8-16-da evdən çıxmalıdır ki, 1 saat 7 dəqiqə yolda vaxt itirsin və getsin 9:23-də çatsın ki, dərsinin başlamağına 2 saat 12 dəqiqə vaxt qalsın. Cavab oldu C variantına bərabər. Müəllim, olarmı elə bu ikisini toplayıb 11:35-dən çıxaq? Olar. Yaza bilərsiniz. 30-cu sual. Bu da 2025-ci ilin sual tipidir. A və B məntəqələr arasında məsafə 544-dür. A-dan çıxan birinci avtomobil sürəti 52-dir. Deməli A və B aralarındakı məsafə 544-dür. A-dan çıxan birinci avtomobilin sürəti 52-dir. Bura yazdım 52. B-dən A-ya doğru ikinci avtomobil birincidən 2 saat sonra yola düşdü. Deməli bu 2 saat sonra yola düşüb yazıram. 2 saat sonra, yəni gec, 2 saat az vaxt sərf eləyib. İkinci avtomobil yola çıxdıqdan 4 saat sonra maşınlar görüşərlər. İkinci avtomobil burada düzdürmü? Bu yola çıxandan 4 saat sonra görüşüblərsə, deməli birinci avtomobil 6 saat yolda olub. Niyə ay müəllim? Çünki ikinci avtomobil 4 saat yolda olub və bu 2 saat gec sonra yola düşüb. Deməli birinci avtomobil 2 saat tez yola çıxıb. Yəni 2 saat artıq yol gedib. Ona görə birinci avtomobilin zamanı 6-dır. Çünki yazıb axı A-dan çıxan birinci avtomobil. Yəni birinci A yola çıxıb da. B-dən A-ya doğru ikinci avtomobil birincidən sonra yola çıxdı. Deməli birinci tez yola çıxıb 6 saat yol gedib. İkinci gec yola çıxıb 4 saat yol gedib. Yəni 2 saat sonra, 2 saat gec. 52-ni 6-ya vuram görüm birincinin getdiyi yol nə qədərdir? Birinci 312 kilometr yol gedib. 544 kilometrdən də 312 kilometrini birinci gedibsə, deməli yerdə qalan 232 kilometrində ikinci maşın gedib. Neçə saata? 4 saata. Yəni alınan cavabı da 4-ə böləcəm. İkinci maşının sürəti 58 km/saata bərabər olacaq. Bir daha deyirəm. Birinci tez yola çıxmışdı deyə zamanı çox olmalıdır. İkinci gec yola çıxıb deyə zamanı az olmalıdır. İkincinin də zamanı verir 4 saat sonra. Bu 4 saatsa, o birisi də 2 saat fərqlənirsə və çox olmalıdırsa, o birisi 6 saatda digərinə yazırıq. 31. Sürəti 14 olan kater, sürəti 3 olan çayda axın ilə 4 saat, axına qarşı 3 saat hərəkət edərək yol qət etdi. Axın ilə və axına qarşı cəmi qət olunan yoldan. Bu da imtahan suallarındandır. Sürəti 14-dür. Axın ilə olanda sürətin üzərinə 3 gələcəm. Katerin sürətinin üzərinə çayı gələcəm. Və 4 saat deyir. Vuracam 4-ə. Bunları öyrənmişik hamısını. 14 üstə gəl 3, 17, vur 4. Axın ilə getdiyi yol 68-dir. Axına qarşı isə 14-dən 3-ü çıxacam, vuracam 3-ə. 14-dən 3 çıxanda 11, 3-ə vuranda 33. Axın ilə getdiyi yol, axına qarşı getdiyi yol. Cəmi nə qədər yol gedib? Cəmi 101 kilometr yol gedib. Bu yoldan da 18 kilometr artıq yolu, yəni 101-dən də 18 artıq olan yolu 119-u kater 7 saata gedə bilmək üçün göldəki sürət bilirsiniz də ancaq 119-u 7-yə böləcəm. Göldəki sürəti alacam ki 17 imiş. Çünki göldə ancaq kater var, zaman var və gedilən yol var. Çay yoxdur. 119 kilometr yolu 7 saata göldə gedə bilmək üçün katerin sürəti 17 olmalıdır. Deyir, sürəti nə qədər artırmalıdır? Əvvəl sürət 14 idi, indi oldu 17. 17-dən 14-ü çıxıram, sürətini 3 km/saat artırmalıydı. C variantı. Aralarındakı məsafə 42 km olan iki məntəqədən əks istiqamətdə A və B qatarı yola düşdü. A qatarı B-dən 3 saat əvvəl yola çıxmışdı. B qatarı 4 saat getdikdən sonra onlar arasındakı məsafə 620 km oldu. Qatarın sürəti 50 olarsa, A qatarın sürəti 50 olarsa, B qatarın sürətini tap. Əvvəldən aralarında məsafə var. Nə qədər? 42 km. Yazdım 42. Əks istiqamətə hərəkətə düşürlər. Və
A qatarı, B qatarı yazdım bura. A və B qatarı. A qatarı B-dən 3 saat əvvəl yola çıxır. Deməli bunun zamanı 3 saat çox olacaq. Əvvəl yola çıxıb da. B qatarı 4 saat gedir. Aha, B qatarı 4 saat gedirsə, A qatarı 4 üstə gəl 3, yəni 7 saat gedir. Və onlar arasında məsafə, ümumi məsafə 620 kilometrə bərabər olur. A qatarının sürəti 50-dir. A qatarının sürəti 50-dir. Mən də yazıram. 7 vurulsun 50 bərabərdir 350 kilometr. 620 kilometrdən 42 kilometri onsuz da əvvəldən gedilmişdi. Yəni buna heç kəs getməyib. Bu yox idi onsuz da. Qalır 578 kilometr. Həmin 578 kilometrində 350 kilometrini 578-dən çıxıram 350 kilometrini. 228 kilometr qalır. 350 kilometrini gedir A qatarı. 578-dən 350 kilometrini gedir A qatarı. Yerdə qalır 228 kilometr. Həmin bu 228 kilometri də B qatarı 4 saata gedir. 228-də böldüm 4-ə. Bunu da 4 saata gedirsə, sürəti 57-ymiş. Cavab oldu C variantı 57-yə bərabər. 33. İmtahan suallarındandır. Təyyarə Ankara vaxtı ilə saat 9:20-də Ankaradan yola düşdü. Yazıram, Ankara vaxtı ilə 9:20-də yola düşdü. 2 saat 30 dəqiqə sonra Bakıya eniş elədi. Üstəgəl 2 saat 30 dəqiqə sonra, yəni 11:50-də Bakıya eniş etdi. Hələ ki mən hər şeyi Ankaranın vaxtına hesablayıram. 11:50 Bakıya eniş etdi. Sonra Bakıya eniş etdi. Bakıda 2 saat 10 dəqiqə qaldı. Üstəgəl 2 saat 10 dəqiqə Bakıda qaldı. Saat oldu 13:60. Yəni 14:00. 60 dəqiqə nədir? 1 saat deməkdir. Atdım bura. 14:00-da nə etdi? Bakıya eniş etdi. Ankara vaxtı ilə. Sonra 3 saat 15 dəqiqə Moskvaya uçdu. 3 saat 15 dəqiqə, elə də 17:15. Moskva şəhərinə eniş etdi. Təyyarə Moskva saatı ilə neçə saat vaxtda neçə vaxtda eniş etdi? Təyyarə Moskva saatı ilə hansı vaxtda eniş etdi? Deməli Ankarada saat 17:15 olanda, bax Ankarada 17:15 olanda bu adam Moskvaya eniş edib. Mənə lazım ki, bəs Moskvada saat neçə idi? Ankara 12 olanda Moskva 13 olur. Yəni Ankaranın üzərinə 1 saat gəlsən, Moskvanın saatı alınır. Mən də Ankaranın üzərinə 1 saat gəlirəm, Moskvanın saatını alıram. Saat olur 18:15. Yəni Moskva saatı ilə 18:15-də təyyarə Moskvaya eniş edər. 34. İmtahan sualıdır 2025-ci ilin. Üçbucağın bir bucağı düz bucağın altıda ikisidir. Bir dənə üçbucağımız var. Bunun bir bucağı düz bucağın 90 dərəcəli bucağın altıda ikisidir. Mən də 90-ı bölürəm 6-ya, vururam 2-yə. Neçədir? 30 dərəcələrdir. Yazdım bura 30. Digər bucağı açıq bucağın altıda 3-üdür. Açıq bucağı 180 dərəcə. Bunun da 6-da 3 hissəsi. 180 bölünsün 6 vurulsun 3. Bərabərdir 90 dərəcə. Buna da yazdım 90 dərəcə. Üçüncü bucaqda bilirsiniz avtomatik olaraq 60 dərəcə olur. Niyə? Çünki bu üçünün cəmi bizə 180 dərəcə verməlidir. 90 ilə 30-u toplayanda 120 edir. 180-dən həmin o bunların cəmi 120-ni çıxanda da 60 dərəcə bu bucaq etmiş olur. İndi bizdən soruşur ki, buna əsasən üçbucağın bucağını və növünü tapın. Üçbucağın bucağı, yəni bu üçüncü bucaq 60 dərəcədir. Bizdən nəyi soruşur? Necə olduğunu soruşur, düzdürmü? Tərəflərini də müxtəlif tərəflidir. Üçbucağımızın bucağı 60 dərəcədir. Yəni o bilmədiyimiz bucaq 60 dərəcədir. Və bucağın növü 60 dərəcə olduğuna görə, hər bucaq da bir-birindən fərqli olduğuna görə tərəflər müxtəlif tərəflidir. Nə vaxt bərabər yanlı olardı? İki tərəf bir-birinə bərabər olsaydı. Yəni iki bucaq eyni olsaydı. Nə vaxt bərabər tərəfli götürərdim? Üç tərəf də, üç bucaq da eyni olsaydı. Amma bucaqlar müxtəlifsə, tərəflər də müxtəlifdir. Cavab olacaq D variantı. Müxtəlif tərəfli üç bucaq. Bucağına görə desəydi, bəli, bu düz bucaqlı üç bucaq olardı. Amma bucağa görə verməyib, tərəfə görə verib ki, üç bucağın necə olduğunu təyin eləyəsiniz. 35. Aralarındakı məsafə 180 km olan velosiped və motosiklet qarşı-qarşıya yola çıxır. 3 saat sonra onlar arasında məsafə 60 km idi. Birinin sürəti digərinin 3 dəfə azdır. Baxın, birinin sürəti x, digəri 3x. Həqiqətən də biri o birisindən 3 dəfə nədə azdır. Bunlar necə hərəkət edirlər? Qarşı-qarşıya. Qarşı-qarşıya hərəkətdə sürətlər toplanılır
zamana vurulur 3 saata. Bərabərdir. Ümumi gedilən yol 180-ə, amma bunlar hamısını getməyiblər. Arada 60 kilometr qalıb. Ona görə 180-dən 60-ı nə edəcəm? Çıxacam. Bunun düsturunu mən sizə dərsdə keçmişəm. V1 üstəgəl V2 vur T bərabərdir S çıx A. Qalanı hesablamadır. 180-dən 60-ı çıxdım. 120. 120-ni 3-ə böldüm. 40 elədi və x-dan 3x 4x 40 eləyəndə x də olur. 40-ı 4-ə böldüm 10. Birinin sürəti 10. Biri də 3 dəfə çox olduğuna görə 30. Cavab oldu 10 və 30. A. 36. Canlımız videomuz sizə faydalıdırsa videomuzu bəyənin, paylaşın və bu ödənişli sınaqlardan, suallardan vaxtında xəbərdar olmaq istəyirsinizsə 055 527 2599 WhatsApp nömrəsinə yazın. Həmçinin, yəni MİQ, sertifikasiya, monitoring, abituriyent hazırlığı istənilən sahə üzrə ödənişli və ödənişsiz qruplarımız var. Qoşularaq siz də fayda əldə edə bilərsiniz. Bir stansiyadan eyni zamanda əks istiqamətdə sürətləri eyni olan 2 qatar yola düşdü. Qatarlardan biri 7 saat, digəri isə 5 saat yolda olub. Nəticədə qatarlar arasında məsafə 432 km oldu. Bunlar bir-birindən əks istiqamətə gedirlər, düzdürmü? Biri sağa doğru gedir, biri sola doğru gedir. Bu 5 saat gedib, bu da 7 saat gedib. Bunların sürətləri eynidirsə, əla. Mən bunların sürətləri eyni olduğuna görə zamanların toplaya bilərəm. Yəni eyni bir sürətə malik olan maşın 5 saat belə gedib, 7 saat belə gedib. Yəni cəmi neçə saat yol gedib? 12 saat yol gedib də. Eyni maşın olduğuna görə toplamağa icazəm var. 432 kilometri 12 saata qət edən bir maşın varsa, 432-ni bölərəm 12-yə. Neçədə? Sürəti 36 ilə. Yəni bunun da sürəti 36 imiş. Bunun da sürəti 36 imiş. Yoxlaya bilərsiniz. 7 vur 36 252-dir. 5 vur 36 180-dir. Yəni bunları toplayanda 252-dən 180 cəmi yenə bizə 432 kilometri verir. Cavab olur A variantı 36. Müəllim, mən tənliklə yazdım 5x üstəgəl 7x bərabər 432. Bax, sən də düz yazmısan, gördüm buradan səni. 37 imtahan sual tiplərindəndir. Birinci gün 60 ton buğda yığıldı. Birinci gün 60 ton buğda yığıldı. İkinci gün bundan 40 sentiner daha çox. İkinci gün, mən bunu da 4 ton olaraq görürəm, rahat olsun deyə. 60 ton, üstəgəl 4 ton. Rahat formada olsun deyə. Yəni 40 sentneri tona çevirdim. Bərabər də 64 ton. İkinci gün bu qədər yığıldı. Üçüncü gün isə ikinci gündəkindən 64 tondan 2000 kilogram az yığıldı. 2000 də bilirsiniz də 2 ton deməkdir. Çıxılsın 2 ton az. Elədi 62 ton. 3 gündə yığılan buğdanın 6'da 5'i. Birinci gün 60, üstəgəl 64, üstəgəl 62. 186 ton elədi və bunun da 6'da 5 hissəsi. 186-nı böləcəm 6-ya, vuracam 5-ə. Eləyəcək 155. Cavab oldu B variantı 155 ton. 38 hansı varianta bərabərdir? Baxın, bunu biz belə qayda öyrənmişdik ki, millimetrdən sonra gəlir santimetr, sonra desimetr, sonra metr və sonra kilometr. Bunu belə başa salmışdıq. 10 dəfə, 10 dəfə, 10 dəfə və 1000 dəfə fərq var idi. İndi bizə ədəd verib. 3, 2, 1, 4, 2, 8, 6, 4, 3 millimetr. Millimetrlə kilometr arasında neçə sıfır var? 1, 2, 3, 4, 5, 6 sıfır var. Deməli, sağdan 6 ədəddən başqa yerdə qalan ədədlər kilometri göstərir. Yəni 6 dənəsini sildim 6 sıfıra görə. Qaldı 321 kilometr. 321 kilometr. Bunu götürdük. Aha, oldu belə. İndi davamına gedeyim. Millimetrdən metrə keçirəm. Millimetrlə metr arasında baxa bilərsiniz. Millimetrlə metr arasında 1, 2, 3 dənə sıfır var. Həmin o 3 dənə ədədi silsəm, yerdə qalır 428. Görə bilərsiniz bu hissədə. 428 metr. Onsuz da cavablarımız bir dənə E variantına uyğun gəlir, amma davamını da yazaq. 428-də götürdük buradan. İndi millimetrlə desimetr arasına baxıram. 1, 2 sıfır var. Sağdan 2 ədəd siləndə 6 desimetr. Sonra 6 da 7. 43 millimetri santimetr çevirmək istəsəm, arada 1 sıfır var ona görə. 4 santimetr, 3 millimetr. Neynəsəz də cavab E variantı olur. Müəllim, başqa nə üsul deyə bilərsiniz? Başqa üsul oldu ki, bütün variantları götürün millimetrə çevirin. Hamısını bir-bir
millimetrə çevirərək də cavabı ala bilərsiniz. Burada da qramdan sonra gəlir kiloqram, sonra sentiner, sonra ton. 10, 100 və 1000 dəfə fərq var. Ədədimizi yazdıq. 3, 4, 5, 6, 7, 8, 9 qram. Tona çevirməyə çalışaq. Qramla ton arasında 1, 2, 3, 4, 5, 6 sıfır var. Sağdan 6 ədədi siləndə yerdə qalır 3 ton. 3'ü götürdüm. Qramla sentiner arasında 1, 2, 3, 4, 5 sıfır var. Sağdan 5 ədədi siləndə olur 4 sentiner. Bunu da götürdüm. Qramla kiloqram arasında 3 sıfır var. Sağdan 3'ünü götürəndə 56 kiloqram, 789 qram. 3 ton, 4 sentiner, 56 kiloqram, 789 qram. A variantı bizim doğru cavabımızdır. 40-cı sualımız kəsirli bərabərsizlik mövzusuna aiddir. Yəni bərabərsizliklər mövzusudur. Bu sualların həllini, bu sual tiplərini görmək istəyirsə, FES-in riyaziyyat kitabını əldə edə bilərsiniz. Bütün kitabxanalarda var və indiyə qədər olmuş bütün qəbul sual tiplərini hamısını sizlər üçün, yəni mövzu kitabların içərisində yığmışıq. İşləyərək imtahan suallarını rahatlıqla imtahanda da işləyə bilərsiniz. Getdik. 6-da 2. Kiçikdir bərabərdir. 12-də B üstəgəl 1. 12-də B üstəgəl 1. Kiçikdir 9-da 7. Hər birini nəyə vuracam? Ortaq bir ədədə vuracam. Yəni 6, 12 və 9 ortaq nəyə bölünür? 36-ya bölünür. Ortaq ədədimiz 36-dır. 36-ını hardan tapdım? Bu biraz hesablama tələb eləyir. Əgər siz ortaq böləni tapa bilmirsinizsə, ən pis halda bu ədədləri bir-birinə vurun. Ən pis halda, yəni 648. Yenə sonda cavab eyni alacaq. Hesablama səhv etməsəz. Mən indi vurma cədvəlindən yadıma saldım ki, 36 6-ya da bölünür, 9-a da bölünür, 12-ya da bölündüyünü yoxlasaz, həqiqətən də 12-ya da bölünür 3 edir. Ona görə ortaq ədədimiz 36-dır və bütün ifadələri 36-ya vururuq. Bəziləri deyirəm, niyə 3 götürmədiniz? Əzizim, 3 böl 12 mümkün deyil axı. 3 böl 6 yaza bilmirsən, sən yəni bölünəni axtarırsan. 36 böl 12 olar, 36 böl 9 olar. Yəni bunun tərsinəsini düşünmə. Bunların böləni yox, bölünəni, birinci olanı. Ona görə 3-ünün də ortaq bölünəni tapırsan. 36-nı 6-ya bölürəm, eləyir 6. 6-nı 2-yə vuranda neçə olur? 12 olur. Kiçikdir bərabərdir. 36-nı 12-yə bölürəm 3. 3'ü vuracam B üstə gəlsin 1-ə. Kiçikdir. 36-nı 9-a bölürəm 4. 4'ü 7-yə vuracam 28. Bu 3B üstəgəl 1'i açıram. 3B üstəgəl 3 olur. Burada sizin için ayrıca göstərim bunu. Vuru başlığımda 3B üstəgəl 3'ü 1'ə vuranda 3. İndi üstəgəl 3'ün tərsi çıx 3'dür. Hər birindən 3'ü çıxacam. Bunu bayaqdan sizə bir neçə dəfə işlətmişəm. 9 kiçikdir bərabərdir 3B. 3'lər getdi. Kiçikdir 25. Düzdür. Hər birini 3'ə bölürəm. Böl 3, böl 3, böl 3. 9'u 3'ə böləndə 3. Kiçikdir bərabər 3B-ni 3'ə böləndə B. Kiçikdir 25'i 3'ə böləndə 8 və qalıq qalır. İndi ala biləcək natural qiymətlərin sayını tapın deyir. Bir dənə xətt keçmiş çəkdim. Yazıram bura 3, 4, 5, 6, 7, 8, 9. 3'ün özü də olmaq şərti ilə, bax 3'ü də götürə bilərəm. 3'ün özünü də götürmək şərti ilə 8 qalığa qədər. 8 qalıqda bilirsiniz 8-dən 9 arasındadır. Gəlirəm 8-dən 9 arasına. Deməli 3'ü götürə bilərəm, çünki bərabərlik işarəsi var. 1, 2, 3, 4, 5, 6. 6 dənə natural qiyməti var. D variantı 6 bizim doğru cavabımızdır. Belə əcdahalarımız, əgər siz də ödənişsiz şəkildə bu sınavlardan iştirak etmək istəyirsinizsə, bizim ödənişsiz WhatsApp kanalımıza qoşula bilərsiniz. 055 527 25 99 WhatsApp nömrəsinə yaza bilərsiniz. Əgər növbəti həftənin sınavında iştirak etmək istəyirsinizsə, mütləq rəy bölməsinə üstəgəl qoymağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik. Hələlik.